müğənni Üzeyir Mehdizadənin və köməkçisinin müğənni Rəqsanə İsmailovanın Moskvadakı restoranında həmyerlilərimiz tərəfindən döyülməsi ilə bağlı xəbərlər yayılıb. Baku Dablets xəbər verir ki, ifaçı Instagram hesabında sözgedən məsələyə münasibət bildirib. Üzeyir Mehdizadə yayılan məlumatın əsassız olduğunu bildirib. Əziz izləyicilər, dostlar, bizə görə narahat olan adamlar, gördüyünüz kimi hər şey qaydasındadır. Şükür Allaha. Qısa məlumat verin biləsiz. Sadəcə yanımızda gedən dostlarımızdan biri ilə mübahisə olub. O da həmən yoluna düşüb. Elə vaxtlar olur ki, bir ailə içərisində iki qardaş arasında da söz-söhbət olur. Bizim ən böyük söhbətimiz düşmənimiz ermənilərdir. Çox xahiş edirəm, gəlin uğurlarımız haqqında danışmağa üstünlük verək. Filankəs Van Damla dalaşdı, Van Damı döydülər. Çox oldu. Kənardan elə başa düşülə bilər ki, İraq olsun. Bizim ən çox yaşadıqlarımız söz-söhbətdir. Şairlə nə dava dalaş. Bayram konsertimizə gələn hər kəsə təşəkkür edirik. Səhər-səhər bir şəkildə paylaşdım ki, rahat olasınız. İnşallah qismət olsa, yeniliklərimizi gözləyin. Hələlik, qeyd edək ki, müğənninin və köməkçisinin döyülməsi haqda xəbəri Axşamaz saytı yaymışdı.